Assalamu alaykum. Bu videomuzda yumşaq həm məzzilik quymaq qılımız. Yerimtal səvzi bilən yerimbaş piyazni uşaq çanıb alımız. 5 dağ tuxumunu silib tekşi arlaşdırımız. İki stakan suğa, 1 bal qoşuq tuz, 1 bal qoşuq xəmir turşunu silib iləşdirimiz. Üç stakan un qoyumuz. Xəmirimizin qolğa çapışıb qalması üçün azraq yağ qoyub xəmirimizni obdan yoğurub alımız. Xəmirimiz yoğurulub olğandan keyin üstünü yepib 1 saatdan 2 saat turğuzub doldurumuz. Qazanı qızdıb muvafiq miqdarda yağ qoyumuz. Xəmirimiz tayyor bolğandan keyin qolumuzni yağlab, xəmirimizni az-azdan üzüb elib, avval yumlaq qılıb, arqadan iki tərəfdən suzub, yaypan şəkildə əkilib, qızıqan qazana salımız. Quymaqның hər iki tərəfi yaxşı qızarğandan keyin süzüb elib alımız. Yaxşı görüşümüzə əsasən quymağın üstüge şeker salsaq texim təmlik buldu. Körgənlər üçün rəhmət, aman bulunlar.